Salam millət, bugün də danışırıq deneme 19 Puza Test Bankından gəlin başlayaq. 46-cı sualımız sadə denklem sualıdır. Açıb mötərizələrə həll edirik. 3x minus 12 üzərinə gəlsin 12 çıxılsın 6x bərabərdir. 3 çıxılsın x bölü 2. 3x çıx 6x mənfi 3x verir. 12'lər silinər. Bərabərdir. X'i bu tərəfə ataq. Mənfi x bölü 2'ni sola atıram. Plus x bölü 2 bərabərdir 3'ə. Bütün sıranda gəlin 2'yə vuraq, kəsirdən çıxsın. Mənfi 6x üzərinə gəlsin x bərabər 6'ya. Mənfi 5x bərabər 6'ya. X dolar 6 bölünsün mənfi 5. 6 böl mənfi 5 D variantı. Taban puanı görməyəsiniz. Baxaq 48'ə. Bu sayı həmişə gəlir vurulur. Bu hədlərdən neçədəndirsə. Məsələn, A plus A. Fikriniz qarışmasın deyirəm. 3A'dırsa, bu 8'in kvadratından da 8 dənə deyirsə vurulsun 8 yazmalısınız. Bərabər A'ya. Buradan A'nı tapırıq nə? 8'in kubu. Bunda 2'nin qüvvəti kimi göstərmək olar. 2'nin kubunun kubu kimi. Niyə belə görürəm? Variantlar hamısı 2'nin qüvvətidir. Olur 2 üstü 9. Gətirib burada yerinə qoysaq 2 üstü 9 bölünsün 4'ün yerinə də yazaq 2'nin kvadratı. Bölmədə üstlər çıxılsın, qalsın 2 üstü 7. Sonra 49-cu sualımız. Sistem tənliyi ortaq vuruq çıxartmaqla gedə bilərik. Yuxarıdan A-nı götürürük, qalır A minus B. Aşağıdan da B-ni götürürük, qalır yenə A minus B. Bərabər 2'yə. İndi nə eləyək? Naturallıqdan yola çıxıb həll eləmək olar əslində. Biz bunu tərəf-tərəfə gəlin bölək. Bunu tərəf-tərəfə bölsək, bu A minus B-lər gedər. Qalar A-nın B-yə nisbəti 17'nin 2'yə. Elədir, A-ya 17K, B-yə 2K vermək olur bu nisbətdən. Özdə deyir ki, A, B-dən böyük olsun. Sonra, məsələn, bu tənlik daha sadə tənlikdir. Burada gətirib yerinə yazsaq, A vur B, 17'nin 2'yə vursaq 34K kvadrat, çıxılsın B-nin kvadratı, 2'nin kvadratı 4K kvadrat, bərabər 2. Olur 30K kvadrat, bərabərdir 2'yə. Bu K'lar nəsə xoşuma gəlmədi. K kvadrat olacaq 1 bölü 15. Bu da qalır kök altında. K olsun 1 bölünsün kök 15. Müsbətini götürürəm hətta. Deyir B'dən A-nı çıx. 17'dən 2K çıxanda, burada elə yazaq 17K çıx 2K verir bizə 15K-nı. O da bərabərdir 15'e vuranda 1 bölünsün kök 15'e. Bu ixtisar gedir yenə yerində kök 15 qalır axı. Burada bir anormallıq yapacaq bir şey yox. Variant yoxdur düzgün. Keçək 50'yə. Kvadrat kökü silir, amma modulla çıxır. Modul x minus y çıx. Modul y üstə gəlsin 2 modul x. Buradan şərt versək, y-ə müsbət 1, x-ə mənfi 1 danışmaq olar. Bu isə onda olur mənfi, y özü müsbətdir, 2 də x-də, bu isə də mənfidir. Mənfiləri bir qarşıya sürüşdürsək, nə olar? Mənfi x üzərinə gəlsin y, çıxılsın y, çıx 2x. Y-lər də geçsin, qalsın mənfi 3x. A variantı. 51 nədir? 2 dənə sıranın kəsişməsi. Prosta bu A ştrix deyil deyə düşünürəm. A kəsişmə B. A ştrix nədir? O nəsə səhv düşüb, elə bil. A-nın qiyməti mənfi 4, 2 arasında olsun. Baxaq, olsun da. Mənfi 4 bura. 2'ni də burada götürək. A hissəmiz budur. B'də deyir mənfi 2'dən 9'a qədər olsun. Mənfi 2'ni burada göstərsək, 9 da digər tərəfdə. Mənfi 2'dən də 9'a qədər. Bunların kəsişməsi mənfi 2, 2 aralıq olur. Amma A ştrix deyirsə, gəlin belə başa düşək onda. A ştrix demək nə deməkdir? A-nın kənarında qalan hər şey. A-nın kənarında nə görürük? Bu hissələr. Elədir, bu hissələr, bir də bu hissələr. Həmin bu şeyləri gəlib B ilə kəsişdirəndə, buna da bir B deyək. B ilə kəsişdirəndə ortaq nə görürük? Bu hissələr qalır onda. A ştrix kəsişmə B desə, biz 2, 9 arasına baxmalıyıq. Normal 2, 9. Bunu da götürmür deyə qapalıya keçirdir. Y variantı. Belə lazımsız sualdır. Matris görmürsüz. Polinoma baxaq. 53'də. Deməli, P1 deyirsə, x-in yerinə nə qoysaq 1 yaradırıq. Birincisi gəlin buradan m-i tapaq. M naməlumdur. Bunu da tapmaq üçün həmişə sol tərəfi sıfıra çeviririk. Sol tərəfi sıfıra çevirən qiymət x-in yerinə 1 qoymaqdır. X-in yerinə 1 qoysaq 0 vurulsun. P0, onsuz da 0 nəyə vurursunuz? 0 eləyəcək də bir narazılıq, narahatlıq olmur. 2 üzərinə gəlsin, m üzərinə gəlsin 3.
5 plus m bərabərdir 0-dan. M-i tapdıq -5. M-i yerinə gətirək -5-in yazsaq. Nə olur? X minus 1 vurulsun P x minus 1 bərabərdir 2x kvadrat çıx 5x üstə gəlsin 3. Bizim əsas polinomumuz o. Bunu bir dairəyə alaq. Kvadratı aldıq. Polinom burada. Sonra bizə nə lazımdır? P1 və P2. P1 demək, x-in yerinə nə qoysaq 1 olur. 2 qoysaq. X-in yerinə 2 qoysan olur 1 vurulsun. P1 bərabərdir. Hər yeri 2 qoyuruqda. 2 vuruq 4 çıxılsın 5 vur 2 üstə gəlsin 3. 8-dən üstə 3 11. 11-dən də 10 gedir qaldı 1. Sonra bir də P2 yaratmaq üçün x-in də yerinə 3 qoyuruq. Olur nə? 2 vurulsun P2 bərabərdir. 2 vurulsun 9 çıxılsın 5 vurulsun 3 üstə gəlsin 3. Bunu da hesablayanda 18, 15'i geçsin 3, 3, 6. 2 dənə P2 6'dırsa, bir dənə də P2'miz olar 3. Deməli, P2 də tapıldı və P1 də tapıldı. Bizə də bunların cəmi lazımdır. Yəni 1 üstə gəlsin 3 verər 4. D variantı 54'ümüz mutlaq dəyər və kvadratik tənlik. Bunu neyiniyərik? Şərt daxilində açsaq daha yaxşıdır. X plus 2 müsbət olsa nə olur? Mənfi olsa nə olur? Gəlin yazaq. X plus 2 sıfırdan böyük olsun. Bir de x plus 2 sıfırdan kiçik olsun. X plus 2 sıfırdan böyük olsa burada olur x böyükdür mənfi 2. Burada olacaq x kiçikdir mənfi 2. Yuxarıya görə tənliyi açsaq bu olur. X kvadrat çıxılsın x müsbətə görə açıram. Qarşısındakı mənfiyə vurulur. Çıx 2 çıx 4 bərabər 0. X kvadrat çıx x çıxılsın 6 bərabər 0. Buradan V7'dən kökləri tapmaq olar. Hasili 6, 2, 3, toplamı müsbət 1 olsun deyə mənfi 2, müsbət 3. Və bu da deyir ki, mənfi 2-dən böyük kökü götür. Onda biz bu müsbət 3 kökünü götürməliyik. Bu şərti ödəməlidir, fikir verin. Aşağıdakını həll eləyəndə tənliyi təzədən yazsaq nə olar? X kvadrat mənfidirsə gəlir qabaqda birləşir. Üstə gəl x plus 2 çıx 4 bərabər 0. Bunu ayrı-ayrı birləşdirim ki, qarışmasın halim. Deməli, burada olur x kvadrat üstə x çıxılsın 2 bərabər 0. V7'dən kökləri ayırsaq 1, 2, toplamı mənfi 1 deyə müsbət 1, mənfi 2. Burada nə demişdim? Mənfi 2-dən kiçik köklər götür. Hə, burada bir kök götürə bilməyəcək. Niyə? Mənfi 2-dən kiçik kök yoxdur axı. Burada bir kök çıxmır maalesef. Buna deyəm şey yoxdur. Ancaq bizim kökümüz olur 3. Hə, indi bu deyir köklərin cəmi hasil nə olsun? Onda bir tərəddüd yaşayırıq. Bu düz olmadı. Bu sıfırdan kiçik olsa mənfi gəldi qabağa. X plus 2 çıx 4. Elədi mi? X-i sabit saxladıq. Hesablamaya təzdən baxıram ki, səhvimiz varmı? Yox. 1 mənfi 2, toplamı mənfi 1 əksin yazdılar ora. Mənfi 2-dən kiçik nə var? Mənfi 3, mənfi 4 belə bir kökdə almamışıq. Maalesef uşaqlar, sualın həlində problem yoxdur, şərtində problem var. Bu hissə ödəmir. Bircə dənə x1 bərabərdir 3 kökünü çıxardırıq. X2 yoxdur ortada. 55'ə baxaq. Bir V7'ə gələcək yəqin ki. Hə. Biz bu oyun qaydasını bilirdik ki, əgər kvadratik tənlik 2 dənə yerdən keçirsə, biz bunu x1, x2 kimi qəbul edə bilərik. x1 bərabər mənfi 2, x2 bərabər də 6. Bu da tənliyin kökləri cəmi olaraq V7'dən ortağını qəbul edir, elədir. Yəni yaza bilərik ki, mənfi 2 ilə 6'nın toplamı x kvadrat üstə gəlinsin. Toplam nə eləyir? 4 əksi çıxılsın 4x çıxılsın 12. Belə bir tənlik var. Amma qarşısında da bir a var. A-nın nə olduğunu görmürük. Y bərabər tənliyimiz bu. Və sonra y oxunun üstündə olan bu nöqtəyə baxırıq. X-i 0, y mənfi 3. Gətirib x-lərin yerinə 0 qoyanda y mənfi 3 alınmalıdır. Mənfi 3 bərabərdir a vurulsun. 0 çıx 0 çıx 12. Mənfi 12a bərabər mənfi 3-ə. A-mız da olur 4'də 1. Onda tənliyi təzədəndən yazsaq. Y bərabərdir 4'də 1 vurulsun. X kvadrat çıx 4x çıxılsın 12. Belə bir tənlik var. Buradan da f4'ü tap deyir. Bütün x-lərin yerinə 4 qoyuruq. Onda f'in içində 4'də bərabərdir. 4'də 1 vurulsun. 16 çıx 16 çıx 12. Bu da gedər. 4'də 1 vur mənfi 12. İxtisar gəlsin. Mənfi 3. Son cavabımız bu. B variantı. Sinus sizə lazım deyil. Trigonometriya, kompleks, kompleks, logaritma.
Bu şeydir. Terim dersi, limit. Sonra pozitif terim lazım değil. Düşmür, limit düşmür. Törəmə. Nə qədər qəşəng suallar çıxıb. İntegral getdi. İntegral getdi. Ayrı xətli integral limit. İntegral matris. Gəldik geometrisinə. 76-da nə var, nə istəyir? 3, 4, Pifagordan buranın 5 tapırıq. Kare dediyinə görə bunun məlum məsələ hər tərəf olsun 5. Sonra yəqin ki, bir bənzəri yaza bilərik. 90 desəm, alfa desəm, bura qalır 90 minus alfa. Eyni qaydada aşağıda, bura olur 90 minus alfa, 90 və alfa da bura qalır. Onda bu iki üçgən bir-birinə bənzərdir. Gəlib kənarda da yazaq. A, B, Y bənzər imiş B, F, S-yə. Bunu qeyd elədik. İndi 90-ın qabağı sol tərəfdə x plus 3-dür, sağ tərəfdə 90-ın qarşısı 5-dir. Buna nisbəti bərabərdir. Bir də nə götürək? 90 çıx alfanın qabağı solda 5-dir, sağda 90 çıx alfanın qabağı 4-dür. Yəqin ki, görürsünüz bu məlumatlar. 4, 5, sonra bu x plus 3, bu 5 buradan. Bunda çarpaz vuraq. 4x üstə gəlsin 12 bərabərdir 25-ə. 4x bərabər 13-ə. X oldu 13 bölü 4. Bunu da tapdıq. Bizə nə lazım idi? X-a heç bir şey tapdıq da 13 bölü 4 C variantı. Sonra 77-də alan sahə. Nə iş görək? Nələr verib? Burada ikizkenar üçgen varsa avtomatik bu həm hündürlükdür, həm mediandır, həm tənböləndir. Onu bölürük ortadan 5, 5. 4, 5 Pifagor gəlməyə dəyərmi? Sahə ilə bir şey bölüşdürmək olar. Başqa nəsə veribmi bizə? ADY ilə YSB-nin sahəsinin cəmini istəyir. Yaxşı edir, amma bunların harda görüşdüyü var. Deyir AY bərabərdir YS'yə. Onu da görmüşük də. Bir saniyə necə eləyik? Bir də 10 tərəfini gördük. Lap yaxşı. 4, 6. Bu da 10, bu da 10. Nə danışmaq olar? Ümumi biz bu üçbucağın sahəsini tapa bilərik. Yekun. A, B, S-nin sahəsi üçün oturacaq var. Fikir verin. 10. Və onun üzərinə gələn bir hündürlük var. Bir dənə də 10 buradadır. Onda yazarıq ki, S, A, B, S bərabərdir. 10 vurulsun 10, bölünsün 2. Oldu 50. Ümumi sahəmiz. Sonra biz necə bölgülər apara bilərik? Gəlin belə bir şey danışaq. Bunun sahəsi nədirsə, bu 5-5 oturacaqların bölünməsinə görə bu sahələr eyni olur. Bura S yazsam, burada avtomatik S-dir. Sonra belə bir şey danışaq. Hətta S yazmayaq, 4S yazaq. Niyə? Buralara 4S artırırım. 4-ə baxan sahə 4S-dirsə, 6-ya baxan sahə də 6S olsun. Qarışıqlıq olmasın. Eyni məntiqlə burada da. 4-ə baxan sahə 4S, 6-ya baxan sahə də buradan 6S yarandı. İndi ümumi toplamı sahəmiz 50 verməlidir. Axı, gəlin toplayaq. 4, 6, 10, 10, 20S bərabərdirsə 50-yə. S-imiz olur 5 bölü 2. Bizə nə lazım idi? ADY ilə YSB-nin cəmi, yəni 4S üstə gəlsin 6S istəyir bizdən 10S. O da bərabərdir 10 vurulsun 5 bölü 2. İxtisar geçsin qalsın 25 C variantı. Baxaq 78-də nə verir? Bir kareye hər tərəfinə 4 yazaq. Onda bu hissə qalır 4 minus x. Əgər h isə x-dirsə. Bir də altıgen verib. Altıgəndə x-a ən yaxın biz buradan FS-ni birləşdirə bilərik. FS-miz nədir? Ən uzun diagonalın yerini durur. Yəni bunun tərəfi 4-dürsə altıgənində diagonalımız olacaq 2 qatı 8. Və BF-ni də birləşdirsək 120-30-30 xassəsindən buranı 4 kök 3 demək olar. Bunu dedik. Davamında nə göstərək sizə? Deməli, buradan Pifagor gedər, hətta bənzərlik gedər. Gəlin bu 2 dənə üçgənə baxaq. Baxın, bunu qırmızılıyım, hətta qarışmasın o birisi. Görürsünüz bunu. Bu 2 dənə üçgən bir-birinə bənzərdir. Niyə? Bura alfa yazsam üzbözünə alfa köçür. Bunu da 90-a görə 90 çıx alfa bucağı yaranır. Yuxarıda da 90 çıxılsın alfa bucağı yaranır. Onda gəlib biz kənara yaza bilərik ki, B, F, H bənzər imiş. Nədir bu? H, S, D-yə. Bənzərliyi göstərdik. İndi nələri götürüb bir-birinə bölə bilərik? 90 çıx alfanın qabağı B, F, H-da 4 çıxılsın x-dir. Baxın bura. O birisində 90 çıx alfanın qabağı x-dir. 4 çıxılsın x-in x-ə nisbəti bərabərdir.
Alfanın qabağı solda 4 kök 3'dür. Sağda da alfanın qabağı 4. Все. Buradan çarpaz vurulub həll olunur. 4'lər ixtisar getsin. 4 çıxılsın x bərabərdir. X kök 3'ə. X üstə gəlinsin. X kök 3 bərabərdir 4'ə. X ortaq vuruq çıxardırsan. Kök 3 plus 1 bərabər 4'ə. X də bərabər 4 bölünsün kök 3 plus 1. Bunu da irrasionallıqdan azad eləyər. Yəqin ki, x istəyir. 4 vurulsun. Yuxarını aşağını kök 3 minus 1'ə vursaq 2. Buradan da ixtisar gedər. Sonda qalar x bərabərdir. 2 vurulsun. Kök 3 çıx 1. Onu da vurub açsaq 2 kök 3 çıxılsın 2 olmalıdır. C variantı. Növbəti keçək 79'a. Paralel kənarımız var. Lap yaxşı. 90, 24. 90'dan 24'ü geçsin. 66 elir səhv eləmirəm bu bucaq. A bucaq 66'dırsa C'si də eyni şeydir. Ortadan bölüblər 33, 33 yazaq. Bizdən nə istəyir? Alfanı. Alfanı gəl tapaq. Bu 90 perpendikulyardır. Buradan Z qaydasına görə köçürdürsən. Bura 90, bura 33. 90'dan da 33'e geçsin. Qalsın 57 dərəcə. Bu qədər bəsit. B variantı. 80'e gəldik. Nöqtədən düz xəttə qədər məsafə. Bunun bir düsturu var. Gəlin kənarda bu düsturu yazım. H bərabərdir modulda AX üstə gəlinsin x1 deyək də BY1 üstə gəlinsin C bölünsün kökün altında A kvadrat üstə gəlinsin B kvadrat. Buradan da indi bu qayda ilə H bərabərdir. Yəni bunun birinci koordinatını deyir birinci koordinatına vur. 10 vurulsun 5 üstə gəlinsin ikinciləri 1 vurursan. 12 vurulsun mənfi 2 üstə gəlinsin C yəni bu 13 olduğu kimi mənfi 13. Düşürsən aşağıya A kvadrat plus B kvadrat dediği şey düstura görə bu düz xəttin üstündə olan sıradır. Yəni 5'in kvadratı üstə gəlsin 12'nin kvadratı. Bunu da hesablasaq H bərabərdir. Yuxarıda olar 50, çıxılsın 24, çıxılsın 13. Aşağıda da olur kökün altında 169, oradan 13 çıxır. Sürətimiz 50'dən 24, 13'ün toplamı 37. 37'dən çıxaq qalsın 13, 13'ü də 13'ə böləndə 1. Yekun D variantı. Bu da burada bitti. Sağ olun. Özünüzə yaxşı baxın.